çox böyük təəssüratlar altındayım. Hesab edirəm ki, bu bizim mədəniyyət həyatımızda çox əlamətdar bir hadisədir. Çox əlamətdar bir hadisədir. Bunu geniş təbliğ etmək lazımdır. Mən hesab edirəm ki, bizim gəncləri bu tamaşaya mütləq gətirmək lazımdır. Universitetlərdən, məktəblərdən onları gətirmək lazımdır, ora gəlsinlər, baxsınlar. Bu tamaşanı tez-tez qoymaq lazımdır və çalışmaq lazımdır ki, çoxları gəlsin, bunu baxsın. Çünki həm tariximiz bilsinlər, həm başımıza gələn faciələri bilsinlər, həm də bundan ibrət götürsünlər. Nəticə çıxartsınlar ki, bundan sonra da belə şeylərə yol vermək olmaz. Müstəqilliyimizi əldən vermək olmaz, azadlığımızı əldən vermək olmaz. Gərək sən deyil, son monologuydu da. Artistlərimizi görürsünüz İhsan bəy, bunlar biri-birindən gözəl, biri-birindən dəyərli. İndi təsəvvür elə, sən Türkiyədə yaşayırsan, mənim də qardaşımsan, Azərbaycan xalqına böyük dostusan. Azərbaycan xalqının istedadına bax, 125 illik tarixi olan teatrı var. Hansı müsəlman ölkəsində bu var, deyil mi? Yoxdur. Yoxdur. Mənim bir teklifim var. Bu dəqiqə deyəcəyəm, deyan, tələsmə. Hansı müsəlman ölkəsində bu var? Hansı şərq ölkəsində bu var? Bu Azərbaycandadır. Azərbaycandadır. Azərbaycanın bax bu tarixi nailiyyətləri ilə biz fəxr edə bilərik və fəxr edirik. Buna görə də mən heç birinizi bir-birinizdən ayırmaq istəmirəm. Rejissor da, rəssam da, bəstəkar da, hər bir aktyor da çox gözəl oynadınız. Çox sağ olun, təşəkkür edirəm. Mən sizin hamınıza yeni uğurlar arzulayıram və mən çox məmnunam ki, bu günləri mən gəldim, sizlə bir də görüşdüm və çox məmnunam ki, mənim dostlarım da burada oldular, gördülər. İlyas Əfəndiyev bizim Azərbaycan ədəbiyyatına çox böyük töhfələr veribdir. Böyük xidmətlər göstəribdir. Çox dəyərli əsərlər yaradıbdır. Və İlyas Əfəndiyevin yaradıcılığının xüsusiyyəti bir də başqa xüsusiyyətlərlə bərabər ondan ibarətdir və ona görə də çox əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının tarixi səhifələrini varaqlayaraq Azərbaycan xalqının tarixinin çox əhəmiyyətli səhifələrini ədəbiyyat vasitəsilə, teatr vasitəsilə xalqımıza, bugünkü nəsillərə çatdırıbdır. Ancaq bundan yanaşı o yaradıcılıq dövründə öz əsərlərində bizim müasir həyatımızın bütün müsbət və mənfi cəhətlərini də çox gözəl öz əsərlərində təsvir etmişdir və beləliklə xalqımızı həm tarixə hörmət etməyə sövq etmişdir və bu barədə xidmətlər göstərmişdir. Tarixi bilmək üçün xalqımıza yardım etmişdir. Amma eyni zamanda yaşadığımız zaman mənəviyyat, əxlaq, insanlıq, vətənə sədaqət, millətə sədaqət ruhlarını da aşılamışdır və hesab edirəm ki, bizim xalqımız bu əsərlərdən çox bəhrələnmişlər. Azərbaycan üçün mən hesab edirəm bunun video alınması lazımdır. Ancaq mən salonda oturarkən mən fikirləşdim, bunu bir kino yaratmaq lazımdır. Onu deyirəm. Bir kinofilm yaratmaq lazımdır. O kinoyu da videoda... Kino da bəlkə səhnədə yox. Bu tarixi bir kino yaratmaq lazımdır. Doğrudur, indi biz vaxtilə çox gözəl kinofilmlər yaratdıq. Həm Nəsimi, həm Babək tariximizi əks etdirən çox gözəl kinofilmlər yaratdıq. O vaxt bizim vasayətimiz çoxdur, indi yoxdur. Amma mən bu barədə düşünürəm. Eyni zamanda bir video təşkil etmək olar ki, bunu vaxtaşırı versinlər. Bir də səhnədən çəkmək olar. Səhnədən. Kinonu ayrı. Ancaq mən hesab edirəm ki, İhsan bəy də Türkiyədə bizim bu böyük tamaşamızı təbliğ edər və bunu bir apararsınız, Türkiyədə göstərərsiniz. Ankara'da, İstanbul'da göstərin, görsünlər. Görsünlər.